İlahi, mən şokdayam. Bu nə qiymətlərdir? X-Lady vəlvələ eləyib də, həqiqətən elə bir vəlvələ eləyib ki, Azərbaycana səs salacaq. Bütün X-Lady'nin endirimini gözləyən xanımlar, məncə bu fürsəti qaçırtmayın. 80%-ə qədər endirim nə deməkdir? İnanırsınız, şokdayam. X-Lady qiymətlərini özünüz bilirsiniz. Yüksək keyfiyyət, möhtəşəm zövq, qeyri-adi geyimlər, ünvanı buradır. Amma bu qiymətləri görəndə həqiqətən sözün əsl mənasında gözüm kəlləmə çıxdı ya, belə Lori dildə desəm. İnanırsınız, deyirəm, siz neynəmisiniz belə? 30 manat idi ha gördüyüm. Şokdayam, mən neynəmisiniz belə? Partlayış eləmək istedik. Mağazada millət var, qızlar, Allaha and olsun, sumkabızı götürün, tez qaçın X-Lady'yə. O dərəcədə mən şokdayam. Buna inanmıram, gözlərimə inanmıram. Bu qiymətlərdən düşüb, bu qiymətdən qaçın. Bu dəfə söz vermişəm ki, izləyicilərimi endirimli qiymətlər məlumatlandırım. Yəni qısa bir sujet keçib özünüz biləcəksiniz ki, burada necə indirim var. 322 manatdan, Biz də baxaq. 322 manatdan dəst düşüb 80 manata. Özünüz bildinizdə nə demək istəyirəm? X-Lady'nin qiymətləri elə belə qiymətlər deyil ha. Özünüz izləyicilərim həmişə mənə geri dönüş eləyəndə yazırlar ki, Arifə xanım, bəs qiymətlər biraz yüksəkdir X-Lady'də. Bax bu dəqiqə o qiymətlərin narazılığını eləyən izləyicilərimə bildirmək istəyirəm ki, bu 150 manatdır. 519 manatdan 350 manatdan. 519 manatdan düşüb 100 neçə manata? 150 manata. İndi deyəcəksiniz ki, Arifə xanım, yəni qiymətlər yüksək olub da, amma siz bir bu dəstin keyfiyyətinə baxın, işlənməsinə baxın. Arifə xanım, hələ bu nədir? Bir buna baxın. 40 manata düşür. Qiymət deyilmir, 40 manata düşdü. Bu dəstimiz 40 manat. Bu 40 manata düşübsə, bu 40 manata düşüb və bundan özümü bir dənə ayırıram. Niyə də olmasın? Yay sezonu bombası eləyib də, Azərbaycanda belə bir bomba yoxdur, həqiqətən. Bir dənə baxın. İlahi. 40 manat. Qəşəngdir. 40 manat. Nədir? Kətan dəst. Möhtəşəm bir dəst. Həm materialı, həm görünüşü, həm forması inanılmaz. Bu neçəyə düşür? 40 manat. 40 manat. Neçədən neçəyə? O sürprizdir. 40 manata verir. Qızlar, evdə oturmayın. İki rəngi var, 40 manat. Bir dəqiqə gözləmə, həyacanlandım. Çünki buradan bavul məhsullar alıb gedəcəm. Necə gözəldir, necə gözəl dəstlərdir. Buna da bayıldım və bundan da bir dənə özümə ayırıram. Bu da neçəyə düşür? 40 manat. 40 manata. Artıq müştərisi çıxdı, götürək. Xeyirxan, mən götürürəm, mənimdir bu. Mən burada göstərdikcə, X-Lady'də belə müştərilər var da, gəllə əlimdən Allah aparır. Yəni bu həqiqətən X-Lady üçün biz sizə nə demədik, bir zəlzələ. Özdə material deyirəm, sizə o qədər gözəldir, belə sərin, sezon indirimidir, düzdürmü? Bəli, sezonun son indirimi. Bu fürsəti gözləyənlər qaçırtmayın, vallah qaçırtmayın, billah qaçırtmayın, gələn ilə yay stoku eləyin evinizdə, belə qardirobunuzu sıfırdan dəyişin. Ay, bu donun bir dənə gözəlliyinə baxın, kətan. Və ən möhtəşəmi də bilirsiniz nədir? Öncəki qiymətləri görəndə sevinirəm. Çünki bilirəm ki, izləyicilərim bu fürsəti çoxdandır gözləyirdilər. 244 manatdan 65 manata endirimə düşmüş belə bir keyfiyyətdə kətan don. 40 manata düşüb bu da. Bu da kətandır. Kətan 40 manat. Səpsəri. Geyinin, baxın, kablokunu bir dənə qaldırıram. Belə ağ kablokla, qəşəng saboyla. Hələ qarşıda 2 ayımız da var. İnanın ki, yay avqustda bitməyəcək. Sentyabrın sonu, oktyabrın əvvəlinə qədər yaydır. Bir dənə qəşəng kətan dondu. Bir dənə rəngi var mı əlin? Rəngləri var. Rəngləri də var. Bu da düşüb 30, neçə manata? 33 manat. 33 manata. Heç yerdə belə səviyyəli bir mağazalarda bu endirimlər olmur. Mağazamız harda yerləşir? Neftçilər metro stansiyasının düz yanında böyük bir yekə X-Lady yazılır. Uzaqdan belə gözə çarpır. Gəlin, geyinin, deneyin, bir dənə yox, bir neçə dənə belə geyimlər alın, çıxın gedin. Mən sizin yerinizdə olsam, vallahi çamadan alaram. Çünki
bu fürsət bir daha ələ düşməyəcək. Məni izləyən izləyicilər bilir ki, mən belə geyimləri, belə xanım qatın, topuqdan olan geyimləri çox sevirəm. Sevərək geyinirəm, sevərək kombinləyirəm. Gördüyünüz bu platyada kətan endirimə düşüb 85 manat. 85 manata. Yəni özümə də götürürəm. Bundan çox qəşəngdir. Qara rəngdə sabunla elə gözəl gedəcək ki. 50 manat. Ay Allah, nə gözəl. 50 manat. Sonra kətan 60 manat. Ay, ay, ay. Sonra sizə hələ sürpriz olaraq bu kostyum var 60 manata düşüb ölçüsü 58 60 Aslı. dediyi bu göy kostyum var. Bəli. Çox qəşəngdir abla. Yepyeni, Super material. səpsəri material da belə külək kimi əsir. 60 manat. Mən düşünürəm ki, Azərbaycanda və Bakıda ən çox çeşidi olan və çox çeşiddən də əlavə olaraq zövqlü, böyük bədən geyimləri olan məkanlardan biri. Hətta deyək ki, ən başlıcalarından biri X-Lady'dir. Çeşid çoxdur və qiymətləri də bu cür bomba kimi endirim eləyirlər. Məncə böyük bədən xanımlar heç yerə getməyinə bura gələcəksiniz siz. 62 ölçüyə qədər üstü belə işləməli, qəşəng keyfiyyətli bir böyük bədən Qiyməti isə geyimidir. Neçə? 50 manat. Qəşəng. Yəni burada bu qiymətlər həqiqətən 350, 400 manat, 500 manat, yəni böyük bədənlər daha baha olur. Onlara belə şok endirimlər tətbiq edilir. Baxın. Yaxşı mal tanıyan, vaxt deyim ki. Bu endirimdə deyil, hə? Endirimdə də amma bahalı maldır. Nə qədər? Oy dədə. Bahalı mal. 700 manat. 700-dən 265 manat. Görürsünüz, qiymətləri görün. Təmiz kətandır. Hayır. İtalyandır. İtalyandır. Ona görə yaxşı mal tanıyandır. Burada pis mal yoxdur, amma yaxşının yaxşısı var. Premiumu. Bəli, ay sağ ol. Hal-hazırda ziyafət geyimləri bölməsindəyəm. Yalnızca kiçik bədən, böyük bədən ölçüləri deyil elə, ziyafət geyimlərində də 80%-ə qədər endirimlər mövcuddur. Gəlin buradan qəşəng ziyafət geyimlərinizi əldə eləyin şok endirimlərlə. Qızlar, geyimin bir dənə gözəlliyinə baxın. Bu gördüyünüz saç şalı kimi mən istifadə elədim. Geyimin öz üzərində gəlir. Bunu həm kim istəsə şərf kimi də boynunun kənarından bantik eləyə bilər, kim istəsə də saçına belə şal kimi. Mən belə elədim. Məncə daha şirin alınıb, qəşəng alınıb. Çox bəyəndim. Üzərimdə gördüyünüz isə XS ölçüsüdür. Hal-hazırda bilirsiniz ki, belə modellər dəbdədir, amma belə rəngdə, belə desəndə görməmişdim. Təbii ki, X-Lady öz sözünü deyir, 80%-ə qədər endirimlərdən məncə gəlib yararlanın. Alışverişimi elədim X-Lady'dən. Çünki 80% endirimi eşidib də buradan belə çantalarla dolu olan geyimləri ala bilməzdim. Ona görə də həm aldım, həm də özüm belə keçirəm. X-Lady'nin geyimini geyindim. Baxın, bu arada böyle geçen pankart da asıblar 80%'e qədər endirim. Bence yararlanın. Düz yolun kənarında gözünə çarpır. Hem X-Lady'nin adı, hem de endirimləri.